Əgər bu duanı görürsənsə, bil ki, səni qoruyan bir güc var. Son zamanlarda için daralıbsa, hər şey üst-üstə gəlibsə həyatında, demək ki, bu dua sənin üçün gəldi. Bəzən bir dua bizə bir nəfəs qədər yetər olur. Sizlərə təqdim edəcəyim dua Qurani Kərimin Ali İmran surəsinin 173-cü ayəsidir. Duanı ekranda görürsünüz. Instagram story'də də paylaşım edəcəm. Daha rahat şəkildə Instagram story'dən keçid edərək götürə bilərsiniz. Əgər sən də özünü narahat hiss edirsənsə, həyatında son zamanlar hər şey üst-üstə gəlirsə, çətinlik içindəsənsə, bu duanı oxuya bilərsən. Duanı ümumilikdə hər gün 7 dəfə oxuyacaqsınız. Neçə gün fərqi yoxdur. İçinizdə nə qədər gəlirsə, nə qədər çox oxusanız, bir o qədər duanın enerjisi üzərinizdə müsbət olacaq. Bu duanı səhər günə başlarkən axşam yatmazdan öncə oxuya bilərsiniz. Və beləcə əzizlərim, videonu bəyənin, qayd edin, şərhə qəbul etdim yazın. Ən vacibi də paylaşın, bölüşün ki, ehtiyacı olan insanlar varsa bu video onların da qarşısına çıxsın və bu duadan faydalansınlar. Mənimlə fərdi olaraq əlaqə saxlamaq istəyirsənsə, Instagram direct üzərindən əlaqə saxlaya bilərsən. Mütləq izləmədə qalın ki, gələn videolardan xəbərdar olasınız. Sevgi və işıqla qalın, dəyərli izləyicilərim.